Salam dostlar. Qarabağ torpağından sizləri salamlayıram. Bu da bizim xarı bülbülümüz. Deyirlər ki, xarı bülbül yalnız Şuşada bitir. Bilirsiniz, Şuşada bitən xarı bülbül tamamilə bu xarı bülbüldən fərqlidir. Xarı bülbül Azərbaycanın hər bölgəsində bitir. Amma Şuşada bitən xarı bülbülün özünün yeri var, özünün də növü var. O xarı bülbül heç yerdə bitmir. Və bir də ki, baxın bu ərazidə, əgər bu boyda ərazini gəzəndən sonra bir xarı bülbülə rast gəliriksə və vaxtilə Şuşada Cıdır düzündə ətrafında hər bir yerdə bax belə xarı bülbüllər bitib. Özünə məxsus mənası var. Şəhidlərimizin ruhu şad olsun.